Salam, hər vaxtınız xeyir. Bugün biz sizlə tərəzi mövzusunun izahına baxacağıq. Ümumiyyətlə tərəzi nədir və tərəzi necə həll olunur? Ümumilikdə tərəzinin 4 növünə rast gəlirik və bir şey bildirim ki, tərəzi mövzusu məşhur mövzulardan biridir və demək olar ki, bütün imtahanlarda tərəzi mövzusuna aid ən azı bir test tapşırığı salınır. Magistratura, dövlət qulluğu, prokurorluğa hazırlıq hər bir yerə düşür. Hətta Azərsun imtahan, orada məntiqdən imtahan verirlər, orada belə tərəzi mövzusuna xüsusi diqqət yetirilir. Biz bu günləri tərəzinin 3 növü ilə tanış olacağıq. Növbəti videoda isə mən sizə digər növünü çəkəcəm. Başlayırıq 39-cu sualın izahından. Neyir? Burada 3 bucaq verib 4 kiloqram. Yəni bu 3 bucaq 4-dürsə, demək burada 4-dür, burada 4-dür, burada 4-dür. Əgər buranın çəkisini tapsaq, buranı da tapacağıq. Çünki baxın, elə bir buradan 2 dənə sallanıb. Burayla buranın çəkisi eyni olacaq. 4-ü çavurursan eləyir 12. 12-dir isə burada 12-dir. Bura olacaq neçə? 24. Bura 24-dürsə, demək burada 24 olacaq. 24 birlikdə çəkisi olacaq 48. Bura 48-dirsə uşaqlar, demək burada 48-dir. 48 burada da 2 yerə bölünüb 24. 24 2 yerə bölünür 12. Yəqin ki, bura qədər aydın oldu. 12 2 yerə bölünəcək 6. Baxın, burada 6 tapmısansa tez bunların üstlərində də 6 yazırsan ki, sən işin rahatlaşsın. Bu 4-dür. Burada da götürüb 4 yazırsan. Buranın da çəkisi olacaq 12. Ümumilikdə çəkisini soruşsaydı, bunun ümumilikdə çəkisi olacaq 96. Çünki bundan bunun cəmidir. Daha sonra baxırıq. 12 bölünüb 4 yerə. Demək, bura 3. Ulduzun çəkisi 3 olacaq. Ulduz 3'dür. Daha sonra bura 12'dir, düzdürmü? 12'də 8 çıxanda neçə eləyir? 4. Demək, bura 2'dir, 2. Bura 2'dirsə, 12'dən 2 çıxdın 10, bura 5. Yumruğunun çəkisi 5 olacaq. 6 ilə 5'i cəmi 11. 11'in üstə neçə gələndə 12 eləyir? 1. Demək, ürək 1'dir. Ürək 1'dirsə, uşaqlar, növbəti misalları qırmızı ilə yazacağım ki, rahat başa düşəsiniz. Demək, 3 ilə 1 eləyəcək 4, düzdürmü? Buranın çəkisi nə qədər olacaq? 8. Demək, kvadratın çəkisi nə qədər olacaq? 8. D variantı. Sonra keçirik 40-cı sualın izahına. Neyir? Burada da həmçinin. Burada verib ki, tərəzdəki bütün fiqurların ümumi kütləsi 80-dir. Neynirsən? Bura götürdün 80 yazdın. Düzdürmü? 80 bölünür 2 yerə. 40. 40 2 yerə bölünür 20. 42 yerə bölünür 20. Tələbələrin ən çox çaşdığı yer. Bax, bu 20-ni böləcəksən. Amma burada görsən 20 özü də 2 yerə bölünür. 10. Aydın oldu? Burada isə 20'ni bölür 4 yerə. Demək, bunların çəkisi 5'dir. Aydın oldu mu? Daha sonra 10 bölünür 5 yerə. Bunlar 2 olacaq. Bura 2'dirsə, 20'dən 4 çıxırsan eləyir 16. Ulduzun çəkisi olacaq 16. D variantı. Daha sonra keçirik 41-ci suala. Burada bu kitabda biraz qarışıq verilib testlər hamısı. Yəni, məsələn, əslində bu dərslər ardıcı olaraq bu gəlsəydi daha yaxşı olardı. Eybi yoxdur. Səhifə bitənə qədər ona görə bunu izah edeyim ki, sonra növbətdə yenə bu testlərə qayıdacağıq. Lingi necə edirsiniz? Baxın, lingin, bunun düsturu necədir? Deyir ki, lingin tarazıda qalması üçün sual şərəsi olan hissə neçə kiloqram ağırlıqda yük qoymaq lazımdır. 8'i vurursan 15'ə bərabərdir. 5 vurursan x-ə. Vəssalam. Bunu isə tapanda x olacaq 24 kiloqram. Yəni, bura 24 olsaydı, 8'i 15'ə vurursan bərabərdir. 5 vurursan 24. Ən asan tərəzi tipi sayılır. Düzdür, tələbələr bəzən bunda da çətinlik çəkirlər, bəzi tələbələr. Baxırıq 42-ci test tapşırığın izahına. Neyir burada uşaqlar? Deyir, tərəzdəki bütün fiqurların ümumi kütləsi 72 kiloqramdır. Götürdü bunun başına 72 yazdın. 72 2 yerə bölündü. 36. 36 2 yerə bölünür. 18. 18. Yəqin ki, aydındır. 18 3 yerə bölünür. 6. 3 bucaq 6'dır. Aydın oldu. 18 2 yerə bölünür. 9. Uşaqlar, bura 9'dursa 9 16'nın cəmi 15. Axı, bura 18 olmalıdır ümumilikdə. Bura olacaq 3. Bura 3'dür. 3 ilə 3 6. 18'dən 6 çıxanda 12. Demək, 6 bucağı cəmi neçə olacaq? 12. D variantı. Baxırsınız 43-cü test tapşırığın izahına. Yenə də eyni qayda ilə deyir ki, sizə tərəzdəki bütün fiqurların ümumi kütləsi 120'dir. Bax, bunun üstünə 120 yazırsınız. 120 2 yerə bölünür. 60. Aydındır mı? Daha sonra 60 özü 2 yerə bölünür. 30. 30 özü 2 yerə bölünür. 15. 32 yerə bölünür. 15. 60 2 yerə bölünür. 30. Bura qədər yəqin ki, aydındır. Daha sonra 15 bölündü 3 yerə. Demək, bura 5.
Yumru 5'dir. Baxın uşaqlar, yumru 5'dirsə, 15-dən 5 çıxırsan 10, 10 özü də bölünür neçə yerə? 5 yerə. Demək bunun çəkisi neçə kiloqram olacaq? 2 kiloqram. Bura 2'dir. 30'dan 10 çıxdın, 22 çıxdın. Elədi nə qədər? 18. 18 3 yerə bölünür. Demək bu ulduzların kütləsi 6'dır. Bütün ulduzların üstünə 6 yazırsan. Ulduz 6'dır, bu işarəsi 2'dir. 6'nı 4'ə vurdun, 24 üstə 2 gəldin 26. Ümumi çəkisi nə qədər olmalıdır? 30. Bunun da işarəsi olacaq 4. Bura 4'dürsə, bura 2'dirsə uşaqlar. Buraxı ümumi 15 idi. 15'dən 6 çıxırsan bu eləyir 9. Bura 9'dur. 15'dən 9 çıxdı. Neçə elədi? 6. 6'dırsa bu 2 dənə ürəkdir axı. Onda bu 3 olacaq. Vəssalam. Ürəyin çəkisini soruşur 3. Daha sonra 44-cü test tapşırığının izahına baxırsınız. Baxın. 3 bucaqdan bura qədər nə qədərdir məsafə? 1, 2, 3, 4, 5. 5 vurulsun x bərabərdir. 3 bucaqdan 15'ə qədər nə qədərdir məsafə? 1, 2, 3. 3 vurulsun 15. Bunu hesablayırsan. X bərabərdir. 3 vurulsun 15 bölünsün 5. Bu da eləyəcək. İxtisar getdi qaldı 9 C variantı. Baxırsınız 45-ci test tapşırığının izahına. Neynir burada? Bunun kütləsini 3 verib. Bütün bunların üstünə 3 yazırsan. Harada görürsənsə. Bax. 3'ü 4'ə vurdum. Bu neçə elədi? 12 kiloqram. Demək bu da 12'dir. Bu da 12'dir. Bu da 12'dir. Eyni tərəfdə duranların hamısının çəkləri bir-birinə bərabərdir. 12, 12. Cəmi neçə olacaq? 24. Demək burada 24. 24, 24. Cəmi neçə olacaq? 48. Bura 48'dirsə burada 48'dir. Yəqin ki aydındır. 48 2 yerə bölünür. 24, 24. Uşaqlar burada artıq 24'ü bölürsünüz. Burada görsəniz bir dənə ip sallanıb baxın. Burada bir dənə ipdən yenə də 2 ip sallanmışdı deyə mən götürüb bunları böldüm. Bunlar 3'dür. Harda bundan görürsənsə 3 yazırsan üstünə. Yazdın bura 3. Aydındır mı? Daha sonra bunu da götürdün üstünə 3 yazdın. Aydındır. Daha sonra 24 bax bunun üstünə bura 3'dür, burada 3'dür. 24'dən çıxdın 6'nı neçə elədi? 18. 18 2 yerə bölünəndə bura 9 9 elədi. Bura 9'dur. Tez yazırsan. 12'dən 9 çıxdım. Neçə elədi? 3 1 1 1. Bura 1'dir. Düzdürmü? 24'dən çıxdım 2. Düzdürmü? Elədi 22. 22'dən də çıxırsan bunun kütləsi nə qədərdir? 3. Düzdürmü? Bunun da kütləsi 9'dur. Bunu tapanda 9 üstə 3, 12, üstə gəlsin 2. Elədi nə qədər? 14. 24'dən də 14 çıxanda qalır 10. Onu da 2 yerə bölünəndə 5, 5. Bu 5'dir. Demək burada 5 olacaq. Çünki bütün figurları hansıdakı bunlardan görürsənsə eyni qiymətdə götürüb üstünə yazırsan. Daha sonra 12'də 8 çıxdım. Neçə elədi? Elədi 4. Demək bura 2, 2'dir. Bax bunun işarəsi 2'dir ya. Uşaqlar götürüb buna da götürüb. Bununla bu fərqli figurlardır. Bu da 2 olacaq. Düzdür? Yerə baxanda bu da 1'dir. 12'dən demək. Baxırıq burada 2 üstə 1, 3, üstə 3, 6. 12'dən də 6 çıxırsa bunun kütləsi neçə oldu? 6. Olacaq Y variantı. Daha sonra keçirik 46-cı test tapşırığının izahına. Baxırıq burada. Baxın 3 bucaqdan 5'ə qədər nə qədərdir məsafə? 1, 2. Bunun düsturu 2 vurulsun 5 plus 3 bucaqdan 16'ya qədər nə qədərdir məsafə? 1, 2, 3, 4, 5. 5 vurulsun 16 bərabərdir. Buradan bura qədər nə qədər məsafə? 3 vurulsun x. Vəssalam bunu həll edirsən. 10 plus 80 bərabərdir 3x. 90 bərabərdir 3x. X də bərabərdir 30. Y variantı. 47-ci sualı müstəqil həll edirsiniz. Doğru cavabını mesaj bölməsinə də yaza bilərsiniz. Rəylərdən də yaza bilərsiniz. Özünüz üçün skrin eləyin. Bu dərsi öyrəndikdən sonrası başlayın yazmağa. Görürsünüz burada yumru 4'dür. Düzdürmü? İpucu verirəm sizə. Yumruya 4 yazırsan burada. Görsən bir yola çıxa bilmirsən. Bax burada ən çox olan hansıdır? Buradan başlayacaqsan. Buna bir dəfə 1 ver. 1 versən alınmayacaq. Niyə? 1 versən bura neçə olacaq? Kiloqram, 5 kiloqram. Bunun dözü 4'dür. Bura nə qədərdirsə bu da o qədər olmalıdır. Düzdürmü? Bura əgər 1 verdinsə 5 oldu axı. 4 qaldı burada 1 onda da alınmayacaq. Ona görə 2 verib davam edə bilərsən. Bunu yazarsınız. Rəy bölməsində də yazarsınız düzgün cavabı. Daha sonra keçirik ən maraqlı suallara. Mənim ən sevdiyim, amma tələbələrin ən zəhləsi getdiyi mövzu, yəni tip olaraq budur. Və bunu da magistrda çox rast gəlirsiniz bu mövzu, yəni bu tərəzinin bu tipinə. Nə deyir burada? Deyir 4 fərqli heyvanın hərəsinin çəkisi 3-dən böyükdür, 8-dən kiçikdir. Nə deməkdir? 3-dən böyük, 8-dən kiçik bu deməkdir ki, uşaqlar, burada 4, 5, 6, 7 iştirak edir. Diqqətlə qulaq assaz ala biləcəksiniz bunu. Deyir ki, tərəzilərin vəziyyətlərini nəzərə alaraq heyvanların çəkisini müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Nə deməkdir uşaqlar?
Bu rəqəmləri biz elə düzməliyik ki, hər heyvan öz çəkisini alsın. Axırda da biz bunu götürüb hesablayaq. Vəssalam. Baxırıq bura. 3 dənə balığın kütləsi bərabərdir. Bir dənə pişik, bir dənə sincaba. Baxın, buradakı rəqəmlərlə işləyəsən ancaq. Bu sadəcə verilib burada. 3-dən böyük, 8-dən kiçik biz bunları yazdıq. Biz balığa tutaq ki, 7 verə bilmərik. Niyə? 7-ni 3-ə vurdu neçə elədi? 21. Qalan 2 dənə rəqəmin cəmi 21 ola bilməz. 6 verə bilmərsən. Niyə? 6-nı 3-ə vurdun 18, 2 dənə rəqəmi cəmi 18 eləyə bilməz. Bunu ancaq 4 verə bilərsən, uzatmıram. Bu neçə oldu? 12 kiloqram. Düzdür? Bu 4-ü istifadə elədinsə, burada götürüb üstə xətt çəkirsən ki, istifadə elədirsən, mane olmasın. Rəqəmin cəmi 12 olan 2 dənə rəqəm var. Ya 5, 7-dir, ya 7, 5-dir. İndi baxın, niyə mən 5, 7, 7, 5? Çünki bilmirəm hansı hansıdır. Yerdə neçə rəqəmim qaldı? 6. Burada deyir ki, bu Avçarka deyə itdi bilmirəm. Avçarka sincabdan ağırdır, düzdür? Sənin neçən qalıb? 6 qalıb, düzdür? Sən sincaba 7 verə bilmərsən. Çünki sincab 7 olsa tərəzinin tarazlığı pozulacaq. Ona görə sincab 5-dir. Vəssalam. Səndən soruşur, pişiklə balığın kütləsi. Pişik olacaq 7, balığın kütləsi olacaq 4. 7 ilə də 4-ün cəmi eləyir 11. Tərəzidə yanaşı yazılanda fərq eləmir. Bu cəm deməkdir. Yəni götür cəmlə deməkdir. Eləcə C variantı. Keçirik 49-cu suala. Bir neçəsini işlədikdən sonra qəşəng biləcəksiniz bunu. Deyir 6 dənə fərqli heyvanın kütləsi 1-dən 6-ya qədərdir. Yazıram bura. 1, 2, 3, 4, 5, 6. Deyir ki, bunları elə. Hardan başlayıram? Başlayıram buradan. Niyə? Uşaqlar 6 dənə figurum var. Düzdürmü? Burada da 6 dənə figur var. Əgər 2 dənə figur veribsə, bunun biri 6, 5 deyə, biri 5, 6. Soruşun niyə? Əgər bu maksimumuna 5, 6 verə bilirəm ki, bunların da cəmi 10 eləyir. Bu, bundan böyük olması üçün bu minimum 11 olmalıdır da. İndi baxın. Bunu 6 ilə 5-i götürdüm. Baxıram ki, buradakı figur burada var. Bax, dedim axı, ya 6, 5 deyə 5 ilə 6. Dəqiq bilmədiyim şeyi mən belə yazıram. Düzdür, bəzi tələbələr götürür ilə yazır. Mən onlara bildirirəm ki, mən hələ bəlli olan mən ehtimallardan yazıram. Sən konkret yazırsan, səhv çıxır ona görə. Ona baxın, 5 ilə 6. Mən bura 5 yaza bilmirəm. Niyə? Bura sən 6 yazarsan ki, bu 5, bu 1. Bax, bu eyni figurdur da, burada olanlardandır. Bir dənə 6-dır ki, biri 5, biri 1-ə bərabərdir. Biri də istifadə elədim. Bura qədər yəqin ki, aydındır. Sonra keçirik nəyə? Baxın, burada nə qaldı bizdə? Bunu da üstə 1 yazırsan. Vəssalam. İndi baxın, qaldı neçə rəqəmi qaldı? 2, 3-ün 4-ün qaldı. Baxın, uşaqlar, bura hansı rəqəmi yazarsınız? Bura 2 yaza bilmərsən. Niyə? Bura buradan ağırdır deməkdir. 2, 2 ucu 4 edir. Yerdə qalan rəqəmlər nə qədər böyükdür 2-dən? 3 də verə bilmərsən. Niyə? 3, 3 versən, ən azı buna 6 olacaq da, düzdür. Buna 2, 2, 4 versən də bu buna bərabərdir. Amma burada göstər ki, bu bundan nədir? Ağırdır. Demək, bu 4, 4-dür, 100%. Bu 4 də istifadə elədin. Qaldı bura. 2, 2, 3. Ağzıma gələn rəqəmləri yazmıram da bura. Yəni, bura məntiqlə yazıram. Bəzən tələbə götürür elə bildi, bilmədi, götürür yazır. Sonra deyir, ay müəllimə, səhv çıxdı cavabı. Çıxar da səhv. Çünki yəni bunu boş-boşuna vermir müəllif. Yəni müəllif bunu düşünüb yazıb bu kitabı və bunu məntiq olaraq verilibsə, demək burada məntiqi ardıcıllıq var. Yoxsa məntiq olmasa da elə verərdi və rəqəmlər ki, düz ora. Ürəyin istəyən kimi düz. Bax burada 2, 2, 2, 3 qaldı, düzdür. Mən bura 3, 3, 2 versən, olacaq cəmi nə qədər olacaq? 8. 8, 8-ə bərabər olur. Olmaz. Ona görə 2, 2, 3 olacaq. Vəssalam. Ulduz 2-dir. Bu işarə neçədir? Bunu tapdıq. Demək, bu işarə tapmısan 4, 3 bucaq 3-dür. Bu işarədə olacaq 6. 2 plus 4, 6, 3 çıxır 3, üstü 6 gəlir 9, D variantı. Baxırsa 50-ci sualın izahına. Deyir, 9 fərqli, yenə də eyni qayda ilə mən rəqəmləri bura düzürəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bax, burada qəşəng ipucular verib sizə. Nədir ipucular? 3 dənəsi bərabərdir 7 dənəsinə. Nədir bu? Demək, bu 7-dir, uşaqlar. Burada 3-dür. Vəssalam. Bu 21-dir, bu da 21-dir. Yəqin ki, aydındır. İndi gəlin məntiqini izah edeyim. Bura 1 versən, bu nə qədər olacaq? 7. 7 3 yerə bölünmür. Daha sonra 2 versən, 2 olacaq 14. Ən azı 3 verə bilirsən. Demək, 3-ü də istifadə elədim, 7-ni də istifadə elədim. Daha sonra, bax, bu 3-dür. Düzdürmü? Daha sonra bunun çəkisi, bura elə rəqəm qoymalısan ki, bax, bunun çəkisi bərabərdir 3 dənə bunun çəkisinə. Buna ancaq sən rəqəmləri qoysan, bura 5 verərsən, 5 üçün 15 eləyəcək, burada 6, 6. Video uzun olmasın deyə və hamının qabağına çıxsın deyə çox uzatmaq istəmirəm. Siz özünüz də bu rəqəmləri götürüb qoysanız görəcəksiniz ki, budur. 5-i istifadə elədin, 6-nı da istifadə elədin. Okey?
Baxdım bura. Demək, bu cərgənin içərisində də bir dənəsi qalıb, qalan 3 dənəsinin demək uzunluğuna, yəni elə bil bunun çəkisi bunun çəkiləndən ağırdır, bunun çəkisi də bunun çəkisindən ağırdır. Bax, bura götürüb sən verə bilərsən. Tutaq ki, 9 ilə 9. Bu eləcə neçə? 18. Düzdür? Bura 18-dir. Daha sonra bunun da çəkisi 7-dir də. Burada özünü tapmısan. Bura 7-dirsə, sən bunun da çəkisi neçə oldu? Bu 3 oldu. Düzdür? Bunun çəkisi 1, 2 yaxud da 2, 1-dir. Zaten bunun o qədər də mahiyyəti yoxdur. Bu şərtdə biz də bunu istəmirsiniz. 1-i də istifadə elədin, 2-ni də istifadə elədin. Düzdürmü? 9-u da istifadə eləmirsən. Sənin neçən qalıb? 4-dən 8-in qalıb. Düzdür? Baxıram burada. Bu işarənin balaca götürürəm ki 1 olsun bu, düzdürmü? Buranı 4, 4, burada olacaq 8. 8 üstə 8 gəlsən 16, bu da 1, eləyəcək 17. Buranda çəkisi 18. Bu elə az qalıb ki, bundan azca ağırdı da, aydın oldu. Vəsə, keçirəm şərti həll eləməyə. Nə deyir mənə? Deyir, paxlavanın üstünə bu işarəni gəl. Paxlavanı nə tapmısan? Paxlavanı tapmışıq ki, bu işarə, üçbucaq işarəsini. 4. Bunun da işarəsi neçədir? 1 tapmışıq. Bunun işarəsi olacaq 5. 1 olacaq A. Bura baxırıq. Bu işarə neçədir? 6. Üçbucaq işarəsi neçədir? 9. 9-dan 6-nın cəmi 15. 2Y olacaq. Sonra üçüncüyə baxırsan. Bunun işarəsi neçə tapmışsan? 5. Kvadrat neçə tapmışsan? 8. 5 ilə də 8-in cəmi 13. 1A, 2Y, 3C olacaq B variantı. Keçirik 51-ci sualın izahına. Neyir burada? Üçbucaqdan 5-ə qədər nə qədərdir məsafə? Bayaq öyrətdiyim kimi 2 vur 5 plus üçbucaqdan 10-a qədər nə qədərdir məsafə? 1, 2, 3, 4. 4 vurulsun 10 bərabərdir. Buradan bura nə qədərdir məsafə? 2 vur 2 plus buradan bura nə qədərdir məsafə? 1, 2, 3, 4. 4 vurulsun 3. Əssalam, bunu həll edirsiniz. 2-ni burada x olmalıydı. 2-ni 5-ə vurdun 10 plus 40 bərabərdir 2x plus 12. O qədər yeri az veriblər ki, 50 bərabərdir 2x plus 12. Düzdürmü? 2x bərabərdir 38, x də bərabərdir 19. C variantı. Daha sonra keçirik 52-ci test tapşırığının izahına. Nə edirik burada? Deyir ki, linci tarazlıqda qalması üçün dayaq nöqtəsi kimi göstərilən qara üçbucaq hansı nöqtədə yerləşdirilməlidir? Düzdürmü? Bax, elə bilin ki, bu burada yoxdur. Bunu başlayıram sürüşdürməyə. Gəlin qoyaq Y-nin üstünə. Neyir burada? Biri 45'e vurur, bərabərdir. 1, 2, 3, 4, 5, 6, 7. 7 vur 15'e. 45 105'e bərabərdir. Yox. Demək bu burada deyil. Keçirdik elin üstünə. Elin üstündə olanı necə hesablayacaqdıq? 2 vur 45 bərabərdir. 1, 2, 3, 4, 5, 6. 6 vurulsun 15'e. 90 90'a bərabərdirmi? Bəli. Demək bu olmalıydı nəyin üstündə? Elin üstündə. Demək, bunları mən sizə izah elədim. Demək, bu link birinci tip oldu, bu ikinci tip və bayaq mən sizə bunları izah elədim. Bunlar da oldu üçüncü tip. Bugün biz sizdən 3 tipinə baxdıq tərəzini. Qaldı bir tipi, onu da mən növbəti videolarda çəkib paylaşacağım. Baxarsınız, hamısı uğurlar.